Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün məqsəd və intonasiyaya görə cümlə növləri mövzusunun izahını çəkirəm. Gəlin izaha başlayaq. Uşaqlar deyir, hər bir cümlə müəyyən məqsədlə işlədilir. Bu məqsədləri çatdırmaqda intonasiya mühüm rol oynayır. Beləliklə, məqsəd əsas intonasiya vasitədir. Əsas intonasiya vasitədir. Məqsədə və intonasiyaya görə cümlənin aşağıdakı növləri vardır. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Uşaqlar, nəqli cümlə əşya, hadisə, əlamət haqqında məlumat vermək məqsədi ilə işlədilir. Belə cümlələr adi tonla deyilir. Nəqli cümlələrin sonunda adətən nöqtə qoyulur. Məsələn, ilin qış aylarından biri idi. Soyuqlar düşmüşdü. Bərk qar yağdığından ətraf ağ libasını geyinmişdi. Nəqli cümlələr məqsəd və intonasiyaya görə başqa cümlə növləri ilə müqayisədə daha çox işlənir. Nəqli cümlələr ismi və feili xəbərli ola bilər. Onun kitabları stolun üstündə idi, ismi xəbərlidir. İldırım çaxaraq dağın şiş təpəsini parçaladı, feili xəbərlidir. Nəqli cümlənin xəbəri heç vaxt əmr şəklində ola bilməz. Buradan mən sizə qısa bir qeyd deyəcəm. Deməli, uşaqlar, buradan belə bir qayda deyəcəm sizə. Nəqli cümləndə xəbərin sonunda nöqtə qoyulur, əmr cümləsində sonunda nöqtə qoyulur. Və burada dedi ki, nəqli cümlənin xəbəri heç vaxt əmr şəklində ola bilməz. Yadınızda qalsın ki, sonunda nöqtə qoyulan və xəbəri yalnız əmr şəklində olan bütün cümlələr əmr cümləsidir. Tərəsi yazdım. Deməli, fərqləndirməmiz belə olacaq. Sonunda nöqtə qoyulubsa, xəbəri feilin yalnız əmr şəklindədir. Feilin əmr şəkli necə idi? Feilin kökünə və ya başlanğıc formasına şəxs sonluqları birbaşa qoşulurdu. Məsələn, mən yazım, sən yaz, o yazsın, biz yazaq, siz yazın, onlar yazsınlar. Deməli, qaydamız budur. Sonra, gəlirik sual cümləsi, uşaqlar. Sual cümləsi, sual vermə, məlumat almaq və məlumatı dəqiqləşdirmək üçün işlədilən cümlələrə sual cümləsi deyilir. Yaranma yolu 3-dür. Sual əvəzi, onun vasitəsilə əmələ gələn sual cümlələri, istənilən sual əvəzi nə zaman, kim, hansı, haçan, nə vaxt və s. Sual ədatları ilə əmələ gələn bəz, m+4, yəni, məgər, bəzən də ki. Yalnız intonasiya ilə əmələ gələn sual cümlələri, belə cümlələr sual əvəzlikləri və sual ədatların iştirakı olmadan qurulur. Məsələn, sən xəmsəni oxumusan, burada heç biri yoxdur. Sual əvəzliyi də yoxdur, sual ədatı da yoxdur. Sonra, ola bilər ki, sual cümlələrində yuxarıdakı vasitələr birgə işlənsin. Bəs bu işləri kim görəcək? Deməli, uşaqlar, bu cür cümlələr kompleks sual cümlələri adlanır. Yəni, hər üç vasitənin iştirak etdiyi sual cümlələri. Hansı vasitə ilə düzəlməyindən asılı olmayaraq, bütün sual cümlələrində az və ya çox dərəcədə sual intonasiyası olur. Bəzən sual əvəzi işlənsə belə, həmin cümlədə sual intonasiyası əmələ gətirməyə bilər. Bu əsasən iki halda mümkündür. Tabeli mürəkkəb cümlədə sual əvəzliyi bağlayıcı söz kimi işləndikdə, kim istəsə o da gəlsin. Bax, burada bu sual əvəzliyi var, amma sual cümləsi deyil. Sonra, sual əvəzi işlənmiş sadə cümlədə cümləyə təsdiq və inkar ədatları ilə cavab vermək mümkün olduqda, uşaqların hara getdiyini bilirsən, burada bəli və ya xeyr deyə bilirəm. Bax, burada sual əvəzi ilə yaranmayıb qaydaya görə. Əmr cümləsi, uşaqlar, adında əmr var, amma əmr, istək, xahiş, təklif, nəsihət, məsləhət bildirən cümlələr əmr cümlələrdir. Əmr cümlələrin xəbəri bir qayda olaraq feil əmr şəklində olur. Məsələn, təbiəti qoru, insanları sev, keçmişi unutmayın, gələcəyə ümidlə baxın, biraz tez gəl. Əmr ədatları da əmr cümlələrinin qurulmasında iştirak edir. Məsələn, qoy, di, ha, bax, desənə, sana, sənə, baxsana, sana ədatları. Cümlənin də sonunda nöqtə qoyulacaq.
Nida cümləsi yüksək hiss, həyəcanla deyilən cümlələrə nida cümlələri deyilir. Nəqli, sual və əmr cümlələri yüksək intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Nida cümləsi həyəcanla, vurğu ilə müşahidə olunur. Nida cümləsi iki yolla yaranır. Yalnız intonasiya ilə, bura vətəndir və sonunda nida varsa bütün cümlələr nida cümləsidir. Nidaların köməyi ilə, ax, burada nidadır, sonunda da nida var. Ay aman. Nida cümlələri nidaların iştirakı olmadan da formalaşa bilər və ya nəqli, sual, əmr cümlələrində də köməkçi nidalar ola bilər. Başqa sözlə nidanın işlənməsi, yəni köməkçi nitq hissəsi olan nidanın işlənməsi heç də həmişə nida cümləsi yaratmır. Yəni burada aha nidadır, amma sual cümləsidir. Paho nidadır, amma nəqli cümlədir. Ey, bu nidadır, amma əmr cümləsidir. Deməli, sonunda nida işarəsi olan bütün cümlələr nida cümləsidir. Köməkçi nitq hissəsi nidanın olduğu bütün cümlələr yox. Bu belə. Uşaqlar, xitab. Deməli, xitab cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir. Xitablar əsasən adı, xallı, isimlərlə və ism birləşmələrlə ifadə olunur. İsimləşən sözlər, birləşmələr də xitab ola bilər. Məsələn, həyat, sən nə qəribəsən? Ayağa qalx, Azərbaycan. Burada Azərbaycan xitabdır. Odlar yurdu, niyə qaşlarını çatılıb? İgidlər, yurdumuzu qoruyun. Xitablarla həm canlıya, həm də cansıza müraciət etmək olur. Məsələn, əziz dostlar burada canlılardır, insanlardır. Burada da ceyran da canlıdır. Və yaxud da, nə bilim, mücərrəd anlayış, hər şeyə müraciət etmək olar. Mübtəda və xitab formaca oxşar olsalar da, onların arasında ciddi fərqlər var. Hər ikisi adı xalda olan söz və birləşmələrin ifadə olunur. Xitab müraciət bildirir, mübtəda isə müraciət bildirmir. Xitab cümlə üzvü olmur, mübtəda isə cümlə üzvüdür. Xitab sintaktik əlaqəyə girə bilmir, mübtəda isə sintaktik əlaqəyə girə bilir. Xitab əvəzlik, məsdərlə ifadə oluna bilməsə də, mübtəda ifadə oluna bilir. Xitab müraciət bildirdiyi üçün məzmunca, mənaca ikinci şəxs, formasına, ifadə vasitələrinə görə üçüncü şəxsdir. Məsələn, Lalə, dərslərini oxu. Lalə ismi xitabdır. Məzmunca ikinci şəxs, yəni Lalə sən. Səndən söhbət gedir. Əvəzinə məzmunca bərabərdir, sən əvəzinə. Formaca ifadə vasitəsinə üçüncü şəxsdir. O. Oxu, sən oxu, amma Lalə kimdir? O. Xitablar sözlə sadə, düzəltmə, mürəkkəb ifadə olunduqda sadə, fərqi yoxdur. Sözün quruluşu sadə ola bilər, düzəltmə ola bilər, mürəkkəb ola bilər. Sözlə ifadə olunursa sadə xitabdır. Sərbəst söz birləşmələri, yəni ismi və feili birləşmələrlə ifadə olunubsa mürəkkəb xitabdır. Məsələn, uşaqlar, buraya gəlin. Bu sadə xitabdır. Vətən oğlu, hamı sənə inanır, bu mürəkkəb xitabdır. Xitab cümlənin əvvəlində işlədildikdə adi intonasiya ilə deyilərsə özündən sonra vergül qoyulur. Yüksək hiss həyəcanla deyilərsə nida işarəsi qoyulur. Məsələn, sevgilim, gözlərin düşür yadıma. Gözəl vətən, yüksək intonasiya. Mənan dərin, burada nida qoyulur. Xitab cümlənin ortasında işləndikdə hər iki tərəfində vergül qoyulur. Məsələn, mənə bax, Vahid, gecikməyin. Mən də qardaş, sənin kimi dağ aşmalıyam. Xitab cümlənin sonunda işləndikdə özündən əvvəl vergül, sonra isə cümlənin məqsəd və intonasiyasına uyğun durğu işarəsi qoyulur. Məsələn, salamat qal, ana torpaq, burada vergül, sonunda nida. Kaman çalan kimdir o? Bəxtiyar, vergül, özündən sonra sual cümləsidir belə. Xitab cümlə üzvləri ilə sintaktik əlaqədə olmasa da məna əlaqəsində ola bilir. Xitab cümlə üzvləri sintaktik əlaqə olmasa da ifadə vasitəsində sintaktik əlaqə işlənə bilər. Məsələn, mənim romantikam, sən də qanadlan. Burada mənim romantikam isim birləşmədir. Üçüncü növ təyin söz birləşməsi. Bu birləşmənin içərisində idarə və uzlaşma əlaqəsi var. Yəni, xitabın nə ilənsə burada əlaqəsi yoxdur. Xitabın ifadə vasitəsi olan birləşmənin özünün içində əlaqə var. Bu əlaqələr xitabla cümlə üzvləri arasında deyil, birləşmənin içərisindəki sözlər arasındadır. Xitab rolunda işlənmiş sözün və söz birləşməsinin
Xitab olması elə onun sintaktik vəzifəsidir. Yəni cümlədə xitabın, məsələn, xitab olan sözün altına xətt çəkər bunun. Deyə bunun sintaktik vəzifəsi nədir? Sintaktik vəzifəsi ilə xitab olmasıdır. Sintaktik vəzifə daşımaq üçün sözün və ya söz birləşməsinin cümlə üzvü olması şərt deyil. Xitab çağırış nidalarına işləndikdə vergül xitabdan sonra işlənir. Məsələn, ay uşaq. Burada ay çağırış nidası, amma vergül uşaqdan sonra qoyacaq. Əgər xitab ey nidası ilə işlənərsə, vergül intonasiyadan asılı olaraq nidadan sonra da qoyula bilər. Ey insanlar, haqqı gizlətməyin. Burada bütöv intonasiya ilə deyildi, burada vergül qoyulacaq. Ey insanlar, haqqı gizlətməyin. İntonasiya əgər fasilə bu eydən sonradırsa, burada hər iki tərəfində vergül qoyulacaq. Məstər, əvəzi, təsriflənən feillər, feili bağlama və ya tərkibləri xitab rolunda işlənmir. Xitab rolunda işlənərkən sözün vurğusu adətən bir heca əvvələ keçir. Lakin xitab çağırış nidası ilə işləndikdə sözün vurğusu dəyişməz. Hanı mənim gördüyüm yığıncaqlar, dağlar. Məsələn, dağlarda normalda vurğu axıra düşür, dağlar. Amma müraciət edəndə dağlar, vurğu gəlir əvvələ. Bu cümləni hanı mənim gördüyüm yığıncaqlar, ay dağlar kimi işlətsə, dağlar xitabında vurğu kimi, ay dağlar, dağlar deməyəcəm ki, vurğunu bu qəbul edəcək. Vurğusu bunun özünün elə yerində qalacaq. Yaxşı, bu da belə. Deməli, uşaqlar, başlayırıq ara sözlərə. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Məsələn, şair deyir, görünür düz ilqarı var. Deməli, görünür burada ara sözdür. Deməli, onlar qalib gələcəklər. Deməli, ara sözdür. Ara sözlər ifadə formasına görə söz birləşməsi cümlə şəklində olur. Məsələn, söz şəklində olan yəqin, sən də gedəcəksən hamının getdiyi yerə. Təəssüf ki, burada söz şəklindədir. Söz birləşməsi olan mən bilən, sözün düzü, sözün doğrusu, cümlə şəklində olanlar düzdür, necə deyərlər və s. Cümlə formasında olan ara sözlər zahirən görünüşünə görə xəbər formasında olduğuna görə cümlə şəklində hesab edilir. Yəni, daha biz buna cümlə demirik, biz buna görə sual verə bilmirik. Düzdür, gecədir, amma getdik. Necədir, gecədir deyə bilmirəm. Sadəcə zahirən xarici görünüşünə görə cümləyə bənzəyir. Ona görə cümlə formasında ara sözlər deyirlər. Deməli, belə nümunələr cümlə əlamətlərinin ilk növbədə bitmə intonasiyasını itirib. Ara sözlər cümlənin əvvəlində işləndikdə özündən sonra vergül, cümlənin ortasında işləndikdə hər iki tərəfində vergül, cümlənin sonunda işləndikdə özündən əvvəl vergül, sonra isə cümlənin intonasiyasına görə durğu işarəsi qoyulur. Bizi burada unudublar deyəsən, nöqtə qoyulub. Gələcəklər görəsən, vergülü qoyulub, axırda sual cümləsidir, sual işarəsi. Ara sözlərin mənaca növləri əsasən bunlardır. Təsdiq bildirənlər, əlbəttə ki olar, sözsüz ki, düzdür, doğrusu, doğrudan da bunları yaxşı oxumaq lazımdır. Bəlkə də, güman şübhə bildirənlər, güman ki, görünür, olmaya, olsun ki, bunları yadda saxlayırıq. Fikrin mənbəyini bildirənlər, məncə, sizcə, mənə görə, atalar demişkən, mənim fikrimcə. Nəticə və sıra bildirənlər, nəhayət, demək, deməli, xülasə, qısası, ümumiyyətlə və s. Təəssüf bildirən heyf ki, təəssüf ki, əfsus ki. Ara sözün rolunda işlənmiş, sözün və ya birləşmənin ara söz olması elə onun sintaktik vəzifəsidir. Yəni, bunlardan birinin altına xətt çəkər. Deyər ki, sintaktik vəzifəsi nədir? Ara söz. Ara söz cümlə üzvləri sintaktik əlaqədə olmasa da, ifadə vasitəsində sintaktik əlaqə işlənə bilər. Mənim fikrimcə, bunun ortasında mənim fikrim, bunun ortasında var əlaqə. Amma bunun buradakı sözlərlə sintaktik əlaqəsi yoxdur. Ara sözlər cümlə üzvləri sintaktik əlaqədə olmasa da məna əlaqəsində olur. Uşaqlar, yadınızda qalsın ki, bütün modal sözlər ara sözdür. Bütün modal sözlər ara sözdür. Amma bütün ara sözlər, bütün modal sözlər ara sözdür. Amma bütün ara sözlər modal söz deyil. Ona görə ki, ara sözlərin
Deməli, söz birləşməsi şəklində olan var, cümlə şəklində olanı var. Modal sözlərinin yalnız söz şəklində olanı var. Deməli, modal sözlərin hamısı ara sözdür, amma bu tip ara sözlər modal söz deyil. Çünki biz modalda belə bir formaları görmədik. Bunu da yadınızda saxlayırsınız.